prosesi ümumi təhlil edəndə gəldiyimiz qənaət ondan ibarətdir ki, Paşinyan hakimiyyətə gəldiyi gündən Rusiya ilə əlaqələrin maksimum dərəcədə azaldılması istiqamətində addımlar atır. Təbii ki, bu o qədər də asan bir məsələ deyil, amma biz mərhələli şəkildə Ermənistanın Rusiyadan asılılığı azaltmağa çalışdığını görürük və biz bunu növbəti günlərdə də Ermənistanın addımlarında görəcəyik və seçkilərdən sonra bu məsələ özünü daha qabarıq büruzə verəcək. Yəni, söhbət Rusiya ilə əlaqələrin azaldılmasından, Rusiya ilə bağlı layihələrin askıya alınmasından gelir. Düzdür, bu kifayət qədər mürəkkəb bir prosesdir. Çünki bugün Ermənistan ciddi formada bütün sahələrdə Rusiyadan asılıdır. Və burada digər bir mühüm məqam isə ondan ibarətdir ki, Ermənistan həyata keçirdiyi siyasətdə tam müstəqil deyil və görünür bu məsələdə də həm də məsələnin bir siyasi tərəfi var, həm də psixoloji tərəfi var, həm də Ukraynaya dəstək məsələsi var ki, Avropada olan bir sıra dövlətlərin bilavasitə təkidi ilə Ukraynaya dəstək məqsədi ilə Ermənistan Rusiya taxılını yox, Ukrayna taxılını ala bilər. Və görünür Rusiyanın kəşfiyyat orqanları, müvafiq strukturları bu barədə məlumatlı olduqlarına görə bugün bu məlumatı dövrəyə buraxıblar və bu həm də Ermənistan üçün müəyyən mənada bir xəbərdarlıq mahiyyəti daşıyır. Və birazdan mən bundan əvvəl sizin efirdə də getdik, bir məsələni də qeyd edim ki, ümumiyyətlə biz xüsusilə də Azərbaycan-Ermənistan arasında sülh müqaviləsi imzalandıqdan sonra istisna olunmur ki, artıq Ermənistan enerji məsələləri ilə də bağlı Azərbaycana müraciət etsin. Qısa şəkildə desək, bu Ermənistan tərəfindən məqsədli şəkildə atılan addımlardır və təbii ki, burada da Avropa dövlətlərinin, Avropa İttifaqının rolunu biz xüsusi bir formada qeyd etməliyik ki, bugün Ermənistan da bu prosesdə iştirak edir və onların qəbul etdiyi qərarları dəstəkləyir. Biz bunun açıq nümunəsini növbəti günlərdə görəcəyik. Hər halda burada digər bir mühüm məsələ isə Ermənistan-Rusiya münasibətlərində gərginliyin davam etməsidir.